Salam mənim əzizlərim, 19 dekabr üçün bürcləri nə gözləyir? Gəlin, baxaq. Qoç bürcü ilə başlayaq. Nəsə yenilik axtarışındasınız. Elə bil ki, hər hansı bir situasiya qarşısında qalmışsınız. Əvvəl və sonranı qarşılaşdırırsınız və yaxud da bu sevgidə də ola bilər. Əvvəlki münasibətlə indiki münasibəti qarşılaşdırıb müqayisə eləyirsiniz və yaxud da işdə, iş yeri də ola bilər. Biraz stres içindəsiniz. Buğalar. Yeni fərqindəliklər ortaya çıxır. Çox fikir eləyirsiniz, düşünürsünüz. Amma sizin üçün çiçəklənmə dövrü olacaq. Əkizlər, dostluq, birlikdəlik, daxili səsinizə inanın, səmimiyyət. Sanki həyatınızda günəş doğur. Lazımsız artıq olan bir şeyləri buraxmağın zamanıdır. Xərçəng, aydınlıq gəlir, düşünürsünüz, fikir edirsiniz və illüziyalardan qurtulmağın vaxtıdır. Yəni ki, xəyal, yəni öz gözünüzdə canlandırdığınız deyil də, yəni ki, reallıqla üzləşməlisiniz. Şir bürcü, özünüzü nəsə günahkar hiss edirsiniz. Siz əslində şirsiniz, özünüzü zəif aparmayın. Hər şey sizin üçün əslində çox yaxşıdır. Yəni, sizə mane olacaq heç nə yoxdur. Siz doğru yoldasınız. Qız bürcü ilə davam edək. Ümumiyyətlə, qız bürcü nələrisə aydınlanmaq, bu həm də fərqində varmaqdır. Ərmiş kartını da əvəz eləyir. Mühakimə eləyirsiniz, aydınlıq və sizin üçün yolunuz açıqdır. İşləriniz yəni ki, yoluna düşür. Tərəzi bürcü. Tərəzi bürcü üçün aydınlanmadır, artıq fərqinə varırsınız. Amma sevgi də sizə adi gəlir. Yəni ki, sizi necə deyək, təəccübləndirən hər hansı bir hadisə olmur. Əqrəblər, paylaşım etmək, fikirlərinizi bölüşmək, kimlənsə danışmaq istəyirsiniz. Çox özünüzü yorğun, yorulmuş, tükənmiş hiss edirsiniz, amma cəsarətli olun. Ox atanlar qarma-qarışıq bir hisslər yaşayırsınız, amma istədiyiniz kimi olur. Biraz xəyal dünyasından uzaqlaşın, reallığına ayaqlaşın. Oğlaq bürcü, ola bilsin, kimsə sizə yalan deyir, aldatmaq istəyir, daxili səsinizə qulaq asın, bütövlənmək, tamamlanmaq istəyi sizdə daha basqın olacaq. Dolça bürcü, sanki üzərinizdə bir yük var, çox qərarsız hisslər keçirirsiniz, qarışıq hisslər keçirirsiniz, yeni başlanğıc etmək istəyirsiniz. Amma düşünülməmiş addım atmayın. Balıqlar, balıqlar üçün uğurlu gündür, yaradıcısınız və rəhbər yol. Elə bilsə, ilahi qüvvə tərəfindən qorunursunuz və sizə yol göstərilir. Bu qədər əzizlərim.